Kuba siqarları dünyada mədəniyyətin və statusun təcəssümüdür. Kimdən və nədən başlayıb bu mədəniyyət? Kristofor Kolumbdan və dəniz yollarından. Belə ki, 15-ci əsrdə dəniz yolları ilə yoxluğa üzən Kolumb Amerika materikini və gözəllər gözəli Kubanı kəşf edir. Materikə ayaq basıb ilk hindliləri görəndən sonra onların əlində tüstü buraxan uzun anlaşılmaz bir bitki görürlər. Kolumb və onun səyyahları o zaman adının hələ siqar adlanacağı məhfuma çəkmək yox, tüstü içmək anlayışı verirlər. 17-ci əsrə kimi siqarı Kubadan çıxarmağa icazə vermirdilər. Lakin daha sonralar tacirlər bunun da yolunu tapdılar. Siqarla yeni tanış olan Avropalılar isə siqarın hazırlanmasının əfsanələrini eşidirdilər. Güya tütün yarpaqlarının bükülməsi, gözəl xanımların ayaqlarından sürtünərək yapışdırılması isə onların dodaq suyundan əmələ gəlirdi. Amma siqar istehsalını görən adamlar bilir ki, bu ciddi zəhmət və fiziki güc tələb edir. Odur ki, o dövrdə də, indi də siqar istehsalı kişi əzmi və əməyindən əmələ gələn məhsuldur. Siqar mərdanə xarakter və dəmir iradə tələb edən insanların vaz keçilməzidir. Siqar istifadəsi mədəniyyət forması məqsədyönlü kişilərin əvəzsiz məşğuliyyətidir. Siqar disiplin və təmkin tələb edir. Əgər tütün deyirsənsə, o zaman siqardır. Statusunu qoru.